Hər kəsə salam. Şəklə baxıb inşa yazmaq qaydasına əsasən qısa sadə bir inşa yazmışıq burada Azərbaycan dilində və onu ingilis dilinə çevirməyə çalışacağıq. Niyə bu qədər sadədir? Səbəb sıfırdan öyrənənlər üçün belə deyək bir növ yol göstərmək üçün cümlələri xüsusi şəkildə seçmişik və cümlə quruluşunu ingilis dilində şuuraltı cümlələr necə qurulmalıdır onu göstərməyə çalışacağıq. Gördüyünüz kimi cümlələrdə xəbərlər qalın şriftlə yazılıb. Yəni bu onu göstərir ki, biz buna diqqət etməliyik. Cümlələrimizə baxdığımız zaman Əli tez oyanır, o çölə çıxır, hava sərindir, o ağacda bir quş görür, quş oxuyur və s. Gördüyünüz kimi bu şəkildə davam edir. İlk olaraq ingiliscə cümlə qurmaq istəyən hər kəs bilməlidir ki, cümlələr necə qurulur və ingilis ilə Azərbaycan dilinin ən böyük fərqi buradadır ki, siz Azərbaycan dilində mübtədadan sonra xəbəri istifadə etmirsiniz. Yəni xəbəri Azərbaycan dilinin dil qaydalarına uyğun olaraq sona qoyuruq cümlələrdə. Lakin ingilis dilində qətiyyən belə deyil. Ona görə Əli tez oyanır, ingilis Əli oyanır tez kimi cümləni qurur və bu şəkildə danışır, yazır və s. O çölə çıxır, o çıxır çölə. Hava sərindir, havadır sərin. O ağacda bir quş görür, o görür ağacda, o görür bir quş ağacda. Bu şəkildə istifadə olunur. Yəni əslində cümlə quruluşu belədir. Mübtəda xəbər, tamamlıq varsa yer zərfliyi və varsa zaman zərfliyi. Yəni cümlə quruluşu bu şəkildədir. Və biz əgər Əli tez oyanırı cümlə olaraq qursaq, ingiliscəsi Ali, bu bizim mübtədamız, işi görən. Deməli biz qalın şriftdə olan xəbəri, yəni oyanırı yazmalıyıq. Elə qalın şriftdə də ingiliscə yazacağıq. Wakes up. Tezdə ingiliscə olur early. Nöqtə. Yəni biz bunu əgər Azərbaycan dilində izah eləsək, belə olur. Əli oyanır tez. Yəni ingilis əslində cümləni bu şəkildə qurur. Gördüyünüz kimi. Digər cümlə o çölə çıxır. Həminki qaydada he goes çölə outside. Gördüyünüz gibi o çıxır çölə. Mübtəda dərhal xəbər. Mübtəda dərhal xəbər. Yəni əziz yeni öyrənən şagirdlər buna diqqətli olmalıdır. Hava sərindir. Burada bir dənə nöqtə var. Gördüyünüz kimi bu digərlərindən fərqlənir bu cümlə. Digər cümlələrdə biz xəbəri feil kimi görürük. Oyanır, çıxır, görür, oxuyur, gülümsər və s. Burada feil deyil, dırdir şəkilçisini biz görürük. Niyə məhz dırdir şəkilçisini biz qalın şriftlə göstərmişik? Çünki səbəb budur ki, bizdə Azərbaycan dilində bu şəkilçi olsa da ingilis dilində biraz fərqlidir. İngilis dilində bu belə deyək, ayrıca bir sözdür. Ayrıca bir azad bir sözdür, şəkilçi kimi istifadə olunmur və bunun adı əslində ingiliscə to be-dir, məşhur to be. To be cümlələrdə bildiyiniz kimi açılan zaman əmizar vozgör şəklində istifadə olunur. Təbii ki, indiki zamanda əmizar, keçmiş zamanda vozgör formasında istifadə olunur. Deməli, hava sərindir dedikdə biz havadır, sərin gərək bu şəkildə yazaq. Deməli, mübtədamız havadır, the weather. Artıq xəbərimiz nədir? Dediyimiz kimi to be-dən istifadə edirik. Ona görə is sərin, cool nöqtə. Yəni havadır sərin. Gördüyünüz kimi biz bu şəkildə istifadə etdik. Məsələn, orada cəm olsa, tutaq ki, desək ki, insanlar şəndir. People are happy. Ardan istifadə edirik. İnsanlar şən idilər. Keçmiş zamanda təbii ki olacaq. People were happy. Və bunu da əlavə edim ki, məsələn, Ali wakes up niyə feilə s verdi? He goes outside niyə feilə s verdi? Çünki ingiliscə bir qayda var. Əgər biz hallandırsaq bir feili, məsələn, I run, mən qaçıram, you run, sən qaçırsan, he və she, plus it əvəzliklər ki var. Bunlar əslində Azərbaycanda bir əvəzlikdə o deməkdir. Amma ingiliscə cinsə görə fərqlənirlər, bildiyiniz kimi. Bu əvəzliklərdə indiki zamanda feillərə s verirlər. Səbəbi belədir. Yəni ingilis belə istifadə edir. Əsasən tək kimi deyirlər, amma tam olaraq da elə deyil əslində. Sırf bu əvəzliklərdə feillərə ingilislər s verirlər. Nə feil istifadə etsəz belədir. He runs, she eats bu şəkildə. Bütün feillərə s. Biz də Aliyə burada ona görə s veririk və cümlələrimiz indiki zamandadır. O ağacda bir quş görür. Cümləmiz biraz böyükdür. Təbii ki, mübtədamız nədir? He xəbəri yenə istifadə. O görür bir quş ağacda. He sees a bird
in a tree. Nöqtə. Və təzə öyrənənlərin ən çox yanıldığı nöqtə budur ki, mübtəda xəbərdən sonra cümlə biraz böyüyən kimi çaşıb qalırlar ki, orada nə istifadə eləsinlər, hansı ifadəni versinlər. Tamamlığı, qrammatik danışsaq əgər, yer zərfliyini, zaman zərfliyini və s. Əgər diqqət etsəz, bayaqlar biz cümlə quruşunu dedik ingilis dilində. Mübtəda xəbərdən sonra təbii ki, tamamlıq varsa, tamamlıq gəlməlidir. Görür, nəyi görür, quşu görür, bir quş görür, yaxud fərq eləmir. Sonra məkan gəldi, gördünüz, in a tree, bir ağacda. Ümumiyyətlə, zərflik, belə deyək, ingilisində cümlələrdə sona gedir. Əsasən belədir, yəni. O xırda istisna vəziyyətlər ki, onlar zaten cümlələr öyrənəndən sonra şagird mənimsəyir. Zaman zərfliklərində ən gözəl yeri elə ən sondur, yəni cümlənin ən sonuna qoyulur. Burada çətin bir şey yoxdur. Yəni feillərə də sual verərək biz tapa bilərik ki, görür, təbii ki, ağac yazsa olaraq ağacda düz olmur. O görür ağacda bir quş. İngilis elə istifadə eləmir. Azərbaycan dilindən fərqi budur. Əslində cümlə quruluşu Azərbaycan dilindən cümlə quruluşunun çox-çox sadədir. Əgər diqqət etsəz. Bəli, quş oxuyur. Artıq a bird-ü biz the bird eləməliyik. Bu müəyyənlik artiklıdır. Çünki bir quş görür, həmin quş artıq bizə müəyyən oldu. Əliyə də müəyyən oldu. The bird oxuyur təbii ki. Sing feilidir. Amma burada bir dənə nöqtə deyim sizə. Təbii ki, gülüm oxuyur. Yəni o quşu oxuyan halda görür. Deməli quş hal-hazırda oxuyur. Ona görə burada bir nöqtə var. Davam edici formadan istifadə edəcəyik. Təbii ki, bu zaman mövzusu çox bu barədə danışmaq istəmirəm. Is singing. Bu daha doğru olar. Biz bundan istifadə etsək. Bəli. Ali gülümsəyir. Ali, yəni quşun oxumasını görür və gülümsəyir. Təbii ki, dediyim kimi biz burada zamanlara çox daxil olmayacaq. Çünki bizim məqsədimiz başqadır. Ali smiles. Ona görə zamanlar başına geniş izah gərək yoxdur. O məktəbə gedir. Yenə he mübtədamızdır. Gedir feilindən istifadə edəcək. Goes. Gördüyünüz kimi. Yaxud yeriyərək gedir desək, belə də deyə bilərik. Walks. Feili biraz dəyişdirək. Hara gedir? Məktəbə gedir. To school. Gördüyünüz kimi məkanı feildən sonra gətirdik. Artıq burada birbaşa zərf var deyə birbaşa məkanı gətirdik. O dostu ilə görüşür. Yenə mübtəda he. Görüşmək feili meets. Görürsüz feillərin hamısına s veririk. Meets his friend. Bəli. Deməli, dostu ilə bəzən şagirdlərdə sual yaranır. Ümumiyyətlə ingilisini öyrənənlərdə sual yaranır ki, necə olur o dostu ilə, hanı ilə orada with prepositionundan niyə istifadə etmədi? Çox sual verirlər bizə. Baxın, ingilisində bir qayda var ki, feillərdə Azərbaycan dilinə eyni deyil. Yəni onu da ayrı gərək izah eləyək, ayrı bir mövzudur. Amma burada qısa deyə bilərik ki, feillərdə söz önlərinin istifadəsi bizim dilimizlə tam uyğunlaşmaya bilər. Yəni o dilin öz qayda qanunu var. Mid feili preposition istəmir ümumiyyətlə. Gərək yoxdur. Və davam edirik. They onlar danışır və görürlər. Görsə 2 dənə feil var. Dalbadal feilləri istifadə etmək mümkün deyil ingilis dilində. Ona görə zaten və var orada. They danışır. Təbii ki, talk gördünüz, feilə s vermədik. Səbəb artıq zeydir, cəmdir. And gülür. Laugh. Nöqtə. Bu yaxşı bir gündür. Yenə to be var. Yəni bizim bu tekstimizdə, mətnimizdə cəmcə 2 to be-dən istifadə olunub. Bu yaxşı bir gündür. Bu bildiyimiz it. Dərhal xəbəri verməliyik, diri verməliyik. Təbii ki, diri. It olacaq is, it is. Yaxşı bir gün olur, bir yaxşı gün. Yəni ingilis dilinin Azərbaycanda fərqi buradadır. Bir yaxşı gün, heç vaxt ingilis yaxşı bir gün. Yəni sifətdən sonra an artiklın bir mənasını verən an artiklini istifadə etmir. Birinci onu istifadə edəcək. A good day. Nöqtə. Bu da bizim mətnimiz.